Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz. Hər birini salamlayırıq. Artıq İzzət evə getdiyindən 24 saat keçibdir. Ayın 23-ü maydır. Bir dənə saatı göstərək də zəhmət olmasa. Saat 12-yə qalır 2 dəqiqə. Əməliyyatlarımız bu saata çəkib. Doktor, səbəbi siz deyin. Necə olubsa onu da qalanı mən danışım. Səbəbi əməliyyatlarım çoxlu var. Aha, demək nə edirlər pasiyentlər? Deyirib başına döndüklərim, gözləyirlər. Əməliyyat olmağa 2 gün qalmış, gəlirlər Ramil doktorun qəbuluna gəlirlər. Amma Ramil doktor deyirlər ki, məzuniyyət götürmüşəm, mənim məzuniyyət günündən gedir. Dayım qızının gələn ay toyudu və yaxud da bacımın gələn ay toyudu və yaxud da ki, məzuniyyət götürmüşəm və yaxud da ki, harasa xaricə gedəsiyəm, mən təcil əməliyyat istəyirəm. Ona görə ilk və sonuncu dəfəmizdir ki, günün 4-cü rinosunu etdik. Etmək olmur, çatdırma olmur, çünki hələ bu uşaqlarımız da var, əməliyyat. Ona görə xahiş edirik Ramil doktorun izləyicilərindən, Ramil doktor əməliyyat olmaq istəyirsinizsə, ən azından 10 gün öncə əməliyyata gün götürün. Ondan sonra məsəl üçün deyirəm, gəlirlər müayinəyə, yerimiz olmur, 4-cü əməliyyat kimi də olsun yerimiz olmur. Birinin əmsi zəngirir, birinin dayısı zəngirir, biri oradan tanış tapır, məcbur olub eləyir, amma ki, bu da bizi narahat eləyir. Düzdür. Buradan həmən izləyicilərə nə deyək? 10 gün öncə gəlsinlər müayinəyə, analiz versinlər, vaxt götürsünlər, inşallah hərə də öz növbəsinə gəlsin əməliyyata. Bəli, tamamilə doğru. Yaxşı.